Salam dəyərli izləyicilər, dəyərli abituriyentlər, xoş gördük sizləri. Deməli, baxırıq HTML-də cədvəllərin yaradılması, veb səhifənin rəng sxemi. Sonuncu test izahımızdır. Yəni dimlə bağlı 2025 test toplusu ilə bağlı sonuncu izahımızdır. Zəhmət olmasa videolar kimlər üçün yararlı oldusa, abunə olmayanlar abunə olmağı, videoları bəyənməyi, təbii ki, bəyənmisinizsə və fikirlərinizi yazmağı unutmayın. İndi isə baxaq testlərimizə. Təbii ki, indi təkcə yəni bu test izahı bitdi deyənə videolar gəlməyəcək deyə bir şey yoxdur da. Vaxtaşırı olaraq sınaqlar və tək-tək sual izahları da yerləşdirəcəm. Deməli, birinci sualımız. Deyir HTML-də hansı atributun köməyi ilə baxılmış istinad mətnin rəngini vermək olar? İstinada rəng vermək üçün deməli istifadə olunur linkdən. A link aktiv istinad rəngidir, bu bizlik deyil. B variantında isə V-link, yəni baxılmış istinadın rəngidir. Yəni siz istinada linkə daxil olub qayıdıb çıxandan sonra bura hansı rəngi vermişsə, o rəngə boyanmış olacaq. İkinci, istinadı nəyədir? Deməli biz istinada baxanda görürük ki, HTTP, yəni qlobal şəbəkədə olan bir sayta istinad edir. İstinad göstəricimiz edodur, yəni bunun üzərinə sıfıranda bu link açılacaq, sayt açılacaq, belə deyək. Deməli, A variantı kompüterin lokal diskində yerləşən, ona görə bəri başdan bunu atıram. B variantı lokal şəbəkədə yerləşən, bunu da atıram. Yəni kompüterin içərisində belə deyək, internetə çıxış olmayan hər hansısa bir link olsaydı, bəli, götürərdik. C variantı qlobal şəbəkədə yerləşən edu.az web səhifəsinə. C variantı doğrudur. D variantında yenə lokal və E variantında da lokal görürəm. Heç onlara da baxmağa ehtiyac yoxdur. Keçək növbətiyə. Üçüncü sual, HTML dilində aşağıdakı şəkildə cədvəl yaradılıb. İkinci sətri yaratmaq üçün hansı yazılışdan istifadə olunmalıdır? İkinci sətri istəyir. Baxın buranın cədvəlin yəni ikinci sətri. Baxıq, təbii ki, biz bura TR yazmalıyıq, düzdür? TR olmalıdır. Ondan sonra TR-dən sonra deməli TD lazımdır bizdə. Ayxan Abbasov. Sonra yenə bir dənə TD buna lazımdır. 1, 2, 3, 4 dənə bizə TD lazımdır. Baxaq. A variantı onsuz da Gülbahardır. Baxmağa ehtiyac yoxdur. B variantı TR. TD-ni açsa Ayxan Abbasov yazıb. TD-ni bağlayıb. Bu getdi. TD açsa 75 bal söz yazılıb. TD bağlanıb. Bu da getdi. TD açılıb 83 bal yazılıb. TD bağlanıb. TD açılıb 95 bal yazılıb, bağlanıb və TR də bağlanıb. Tamamilə doğrudur. Cavabınız B variantı. Digərlərinə baxıb vaxt aparmaq istəmirəm. HTML dilində cədvəldə sətr yaratmaq üçün hansı teqdən istifadə olunur? Sətr yaratmaq üçün necə dedik? TR teqindən istifadə olunur. Bundan əvvəlki bölmədə də belə deyək. O siyahıların yaradılmasında da cədvəldən bir sual olmalıydı. Orada da demişəm. Deməli, 5-ci. HTML koda əsasən istinad və istinad göstəricisini müəyyən edin. Deməli, istinad və istinad göstəricisi. İstinad göstəricisi bizdə şəkildir. Baxın şəkil. Blok.jpg. İstinaddakı təhsil.jpg. Baxaq görək hardadır. Təhsil.jpg istinad. Blok.jpg-dir. Şəklimiz D variantı. Baxın istinad. Təhsil.jpg. Qeyd etdiyi kimi istinad göstəricisi də bu şəklin üzərinə, yəni siz vuranda açılacaq. Yəni burada söz də ola bilər, şəkil də yerləşdirə bilərsiniz, hər hansısa bir problem yoxdur. Həmçinin istinad göstəricisi cədvəl də ola bilər. Qeyd edim onda. 6-cı. HTML haqqında verilənlərdən biri yanlışdır. Çox vaxt HTML sənədin adı index HTML, default HTML və home HTML olur. Doğrudur bu. Biz yanlış axtarıq. HTML sənədində müxtəlif teqləri bir sətirdə yazmaq olar, bəli olar. HTML sənədin gövdəsinə müxtəlif səviyyəli 6 ədəd başlıq teqləri əlavə etmək olar, bəli. H1 başlayır, H2, H3, H4, H5 və H6 olur. D. HTML sənədində üfüqi cizgi, xətt, BR teqi vasitəsilə çəkilir. Xeyr, bu səhvdir. Cavabımız D variantı. Üfüqi xətt
HR-lə çəkilir. BR isə yeni sətrə keçmək üçündür. Yəni sanki Shift Enter-də belə deyək. Shift Enter-i icra edir. 7-ci. HTML haqqında yanlış mülahizəni müəyyən edin. Yenə səhv istəyir. Baxaq. Şəkildə səhv istinad olarsa, ekranda alt atributunun daxilində yazılan mətn əks olunur. Bu doğrudur. İstəsəz yerləşdirə bilərsiniz, istəsəz yox, amma yəni doğrudur. Fonun rəngi basic color atributu vasitəsilə verilir. Bu da doğru. Cədvəlin sərhədləri border atributu ilə çəkilir. Doğru. Web browserin başlıq silahındakı ad title tagi ilə təyin olunur. Doğru. Cavabımız Y variantı. Elə baxaq. Nişanlanmış siyahını formatlamaq üçün OL taglərindən istifadə olunur. Xeyr, səhvdir. OL nə idi? Nömrələnmiş və yaxud da nizamlanmış idi. Nişanlanmış istəyir. Nişanlanmış isə UL-də yazılacaq. İçəridəki məlumat elementləri li-də yazılır, o heç. Amma özü UL olmalıdır. HTML-də TR taginin təyinatını müəyyən edin. İndicə dedik neçənci sual idi. Cədvəlin sətirlərini yaradır. Cavabımız C variantı. Aşağıdakı istinad hara keçid edir? Baxaq görək hara keçid edir. Baxın, deməli bura keçid edir. Xəbərlərin siz üzərinə vuranda dim.gov.az saytına, oradan da xəbərlər səhifəsinə, yəni bu saytda xəbərlər səhifəsinə keçid edir. Başqa kompüterdə video fayl yox, qrafik fayl yox. Hə, heç o qədər xırdalığa getməyiblər. İnternetdəki web səhifəyə bəssən. Y variantı yəni. 10-cu. Mülahizələri müəyyən edin, doğru mülahizələri. Baxaq görək. Yarınacaq cədvəl 3 sütundan ibarət. Baxaq. Baxın, TR-in bir dənəsinin içərisinə baxırsınız. Bu nə qarışıqda? TR burada açılıb, harda bağlanıb? Hə, baxın, burada bağlanıb. TH1, TH2 və TH3. Bəli, 3 dənə sütundur. Bir doğru. 2. Cədvəlin ikinci sütununda Yusif İmanov 245-05 mart məlumatları əks olunacaq. Bu nə deməkdir ki? Baxaq görək ikinci sütununda. Yusif İmanov 245-05 mart. Deməli ikinci sütunda olacaq nə? İmtahan nəticələri bu ikinci sətirdir. Harda bağlanıb? Hə, burada bağlanıb. Bu ikinci sətirdir. Bizə ikinci sütun lazımdır. İkinci sütun bunun düzəndə elə ki, ad, soyad burada olacaq. Sonra burada olacaq imtahan nəticələri. Baxın bu. Ondan sonra gələcək bunun ikincisi 245 olacaq. Ondan sonra 275, 265. İkinci sütun məlumatları budur. Deməli bu cavab nədir? Səhvdir. Bizdən doğruları istəyirdi. Hələ ki 1. Cədvəlin 3-cü sətrində Anar Babayev 275 12 mart 1-ci dəqiqə. Hə, deməli cədvəlin 3-cü sətrində Anar Babayev 275 12 mart məlumatları. 3-cü sətrə baxaq burada. Anar Babayev 275 12 mart, bu da doğrudur. 4. Yaranacaq cədvəl 5 sətirdən ibarətdir. Xeyr, cədvəl bir də buradadır. 4 dənə sətr var. Bu da səhvdir. Cədvəlin ikinci sütun başlığında bir üçünün cavab var. Hə, 2 dənə var. Yox, baxaq. Hə, cədvəlin ikinci sütun başlığında imtahan nəticələri, məlumatları əks olunacaq. Bəli, necə demişdik ki, ikinci sütun başlığında imtahan nəticələri qeyd olunacaq. 1, 3 və 5 A variantı. 11. HTML-də verilmiş kod hansı əməliyyatı icra edir? Yeri gəlmişdir, bundan əvvəlki videoda, HTML ilə bağlı videoda baxış həddindən artıq az gəlib, yəni həddindən artıq. Çox güman ki, bölmə ilə bağlı, yəni nəzəri bir bölmədir. Məncə çətinlik çəkdiyiniz bir bölmə deyil. Yəni digər videolara nisbətən çox aşağı baxış gəlib. Deməli, HTML-də verilmiş kod hansı əməliyyatı icra edir? Nə iş görür? Baxın, istinad yaradıb da bu. Yəqin ki, yenə ümumidir, söhbət ümumidir.
Deməli A variantı eni 400 hündürlüyü 300 piksel olan boş çərçivə yaradır. Xeyr. B variantı lokal kompüterdən veb səhifəyə əlavə edilmiş qrafik təsvirə link verir. Xeyr. Baxın bu qlobal şəbəkədədir yenə. Görürsüz dim.gov.az və hər hansısa bir şəkil link yerləşdiriblər. Siz həmin şəklin üzərinə vuranda nə edəcək? Bu link açılacaq. Nəysə də internetdə olan Y variantıdır da görsənir. Olan qrafik təsvir vasitəsilə URL linkə keçid edir. İnternetdə olan. Çünki gördüyünüz kimi həmin o internetdəki şəklində linkini buraya yerləşdiriblər ki, siz o şəklin üzərinə vuranda bura açılsın. Ona görə Y variantı olacaq. Web səhifəyə istinad yerləşdirmək üçün HTML kod yazılmışdır. İstinad göstəricisini müəyyən edin. İstinad göstəricisi şəxsi kabinetdir. C variantı. Bayaqlarını qeyd etmişdik. Yəni söz də ola bilər burada, şəkil də ola bilər, cədvəl də ola bilər. İstinad göstəricisi kimi istifadə edə bilərsiniz. Hansı bənddə ancaq cədvələ aid təqlər verilibdir? Cədvələ aid təqlər verilib deməli A variantını görürsüz məsəl üçün. Burada li sizi çıxardır, OL var, burada çıxardır, OL var, DL var və s. və s. OL getdə çıxartdı, OL, li və s. D variantında isə hamısı cədvələ aiddir. Table cədvəli yaratmaq üçün, tier sətrini, TD isə xanaları doldurmaq üçündür. Daha doğrusu xanaları təyin etmək üçün belə deyək. HTML kodunda verilmiş keçid hara istinad edir? Hara istinad edir? Yenə internetdəki web səhifə. B variantı. Gördüyünüz kimi internet ünvanına gedir. HTTPS var. 15. HTML kodu hansı əməliyyatı yerinə yetirir? Baxaq bir dənə. İnternetdədir, bəli. Hər hansısa bir şəklin linkini yerləşdiriblər. Onun üzərinə vurub siz internetdəki ünvana keçid edəsiniz. A variantı internetdə yerləşən qrafik fayl vasitəsilə veb sayta keçid yaradır. Bəli, doğrudur. İndi hansı sualda bundan eynidir də. 11-ci sual. 11-ci sualla eynidir. 15 getdi, 16. HTML kod fraqmenti icra edildikdə hansı ölçülü, yəni sətr və sütun, cədvəl alınacaq? Sətrlə sütunun sayını istəyir bizdən. Sətrlərin sayı görürsünüz, baxın tier. 2 dənə sətr var. Sütunların sayı da TD-lər saysaz sətrin hər hansısa birində bəsir. 2, 3, bu da 4. 2-nin 4-ə A variantı. 2 sətr və 4 dənə də sütundan ibarətdir. 17. Web səhifəyə qrafik fayl əlavə etmək üçün düzgün yazılışı müəyyən edin. Web səhifəyə qrafik fayl əlavə, yəni saytın hər hansısa bir yerinə siz şəkil yerləşdirəcəksiniz o mənada. EMC CLC bərabərdir. Şəklimizi yerləşdirib və alt təqində də, təqin aid atributunda da mənzərə şəkli sözü yazılıbdır. Yəni ki, sizin bu şəklin yüklənməsində hər hansısa bir problem olsa, bu atributda verilmiş mənzərə şəkli sözü görsənəcək. Yəni. Bayaqlarmansız sualda var, orada qeyd eləmişdik. Cavabınız olur A variantı. 18. HTML kod fraqmentinə əsasən web səhifədə əks olunan cədvəl uyğun olaraq neçə sətr və neçə sütundan ibarət olacaq. Yəni bayaqki sualdır. Yəni bu formada da göstərə bilərlər. Bəzən bayaq kimi bir sətirdə də göstərə bilərlər. Hansı idi? 16-cı baxın belə də görsənə bilər. Belə də görsənə bilər, fərq yoxdur. Yəni. Burada deməli baxın tier 1, 2, bu da 3. Deməli bizim 3 dənə sətrimiz var. 3-ün sütunlarımızın hesabı TD1, TD2. 3-ün 2. Yəni sətrin hər hansısa birindəkini sayırsınız bəsir. Bu elə ki beləsinə də baxın bu TD-ni açıb bağlayıbsa bura bir dənə sütun yaradıb, burada bir dənə. Yəni mən bir dənə açılışı sayıram, mənə bəsir. 3-ün 2-yə o da B variantı. 19. Web səhifə istinad göstəricisi qrafik fayl olan istinad yerləşdirən düzgün HTML kodu hansı web səhifəyə istinad göstəricisi qrafik fayl olan istinad yerləşdirən düzgün HTML kodu hansıdır? Yəni şəkil olsun və o şəkil özü də internetdə olsun da belə başa düşdük. Yoxsa elə bir demədimmi? Web səhifəyə istinad göstəricisi qrafik fayl olan yox, ehtiyac yoxdur. İstinad yerləşdirən düzgün HTML kodu hansıdır? Yəni şəklin üzərinə vuranda biz link açılsın. A variantına ataq, A CLC deyil. C variantına ataq, D variantına ataq. Bizə bir dənə qaldı.
B ilə Y variantı. İndi B ilə Y-yə də baxaq. A hərf linki qoyub şəkil EMC-CG şəkli yerləşdirib, hətta şəkil üçün məktəb şəkli sözünü də qoyub ki, yüklənməsində problem olsa o sözü görsənsin. Nəysə, elə B variantı tamamilə doğrudur. Bağlanması falan hamısı da yerində. Y variantında nə var? Y variantı image səhvdir, burada image bərabərdir. Yəni, səhvdir bu heç. 20-ci. Fraqmentə əsasən web səhifədə əks olunan cədvəlin ikinci sütunu hansı olar? İkinci sütun deməli. Baxın, TR burada açılıb. Harada bağlanıb? Burada bağlanıb. Burada görürsünüz ki, birinci süturda şəhər var. İkinci sütunda isə məhsul var. Sonra TR burada açılıb, burada bağlanıb. Bunun ikinci sütunu görürsünüz boşdur. Açılıb, bağlanıb. Bunun ikinci sütunu nardır. Açılıb, bağlanıb. Bunun da ikinci sütunu xurmadır. Baxın elə burada bu şəkildə göstər. Məhsul, boşluq, nar və xurma. C variantı. 21. Uyğunluğu müəyyən edin. Deməli, birinci nə yazıb da? H2, informatika H2. Bu başlıqla bağlı ikinci səviyyəli başlıq əlavə edir. 1-ə deməli gedəcək C. A hərf nəsə də bu da istinad yerləşdirmək üçündür. 2-yə gedəcək deməli A. Üçüncü də şəkil yerləşdirmək üçündür. EMC, CNC. CRC deməli 3-ə də nə gedəcək? Səhifəyə şəkil əlavə edir. B. C, A, B. O da A variantı. Bölmə mənəsi sıxırım. Çox maraqsız gəlir. Bilirsin niyə? Çünki yəni məlumat çox azdır. Abituriyent üçün məlumat çox azdır. Təkrar çıxır. Eyni suallar təkrarlanır. HTML-də kod fraqmentinə əsasən web səhifədə əks olunan cədvəl haqqındakı mülahizələrdən hansı doğru deyil? Doğru olmayanlar istəyir bizdən. Baxaq, deməli A variantı. Cədvəlin birinci sətrinin, bu birinci sətirdir. Birinci sütun elementin şrifti kursivlə yazılıb. Baxırıq, deməli, məktəb görürsünüz ki, kursivdə yazılıb. Bəli, bu doğru. Bizdən yanlış istəyir. Cədvəlin ikinci sətrinin üçüncü sütun xəta, yəni qalın şriftlə yazıb. Bəli, doğru. Cədvəl 2 sətir və 3 sütundan ibarətdir. Bəli, 2 dənə gördüyünüz kimi sətir var, qeyd eləmişəm. 3 dənə də sütun var burada. Bu da doğrudur. Cədvəlin ikinci sətrinin birinci sütununda 287-də də yerləşir. Bu da doğrudur. İkinci sətir, birinci də sütundur. Ondan sonra Y variantı. Cədvəlin də cavab budur. Cədvəlin ikinci sətrinin ikinci sütun elementi qalan şriftlə yazılıb. İkinci sətir, bu da ikinci sütun. Görürsünüz ki, 11 ədədi ilə beləcə də qalıbdır. Hər hansısa bir BTG və yaxud da ki, strong tagi qeyd edilməyibdir. Bunlardan hər hansısa bir olsaydı, bəli, qalın olardı. Bizdən də yanlış istəyirdi. Cavabımız C variantı. 23-cü. Fraqmentə əsasən web səhifəyə əlavə olunacaq cədvəl üçün mülahizələrdən hansı doğrudur? Burada da doğrular istəyirdi. Baxaq görək, burada nədir? Cədvəl 3 sətir 2 sütundan ibarətdir. 2 dənə sətir var. 1, 2, bu 3 sətir deyir, nəsə bu getdi. 1 ilə olanları bir dənə silək. Biraz sürətli işləyək. Çox bezdirir. Cədvəl 2 sətir 3 sütundan ibarətdir. 2 dənə sətirdir. Birinci sətir, ikinci sətir. 1, 2, 3 dənə də sütundur. 2 doğru. Üçüncü, cədvəlin ikinci sətrin üçüncü sütununda Asiya sözü əks olunacaq. Bəli, doğru. İkinci sətr, üçüncü sütun. 3 getdi. 2 ilə 3-ü götürdük. Cavabımız D variantı. Dördüncüyə də elə baxaq. Cədvəlin ikinci sətrinin birinci sütun elementi qalın şriftlə əks olunacaq. Bəli, BTG-nin içərisində. 2, 3, 4. 24. Web səhifəyə istinad yerləşdirmək üçün qrafik faili istinad göstəricisi kimi istifadə edən düzgün HTML kodu hansıdır? İndicə eynisini yazmadıq mı bunu? Hə da nəsə 19 ilə eyni şeydir. Hə, qınamaq da olmur. Yəni başqa bir şey yoxdur. Nə yazsınlar ki? Deməli bu getdi. A variantı getdi. A variantın yazılışı düzgün deyil. Buralarda səhvlik var. B variantı cavab.
Ahref link yerində emgcc şəkil yerində belə tekimizdə bağlanıb. Burada tekin böyük və yaxud da kiçik yazılması sizi çaşdırmaz. Yəni fərqi yoxdur. Tek istəyirsiniz böyüklə yazın, istəyirsiniz kiçiklə yazın, istəyirsiniz hərfin birini böyük yazın, birini balaca yazın. Heç bir önəmi yoxdur yəni. 25 hamısını da işləyəcək. 25 nə istəyir? Doğrular. Baxaq. 1. Web browserdə qrafik fayl istinad göstəricisi kimi əks olunacaq. İstinad göstəricisi baxaq görək nədir? Ahref şəkildir. Hə, burada məsələn istinad göstəricisi kimi şəkildən istifadə ediblər. Yox, səhv dedim. Bildim onun davamıdır. Üzr sayın. Burada bağlanıb, burada bağlanıb. İstinad göstəricisi Sumqayıt. Və həm də ki web browserdə deyil də info.jpg lokal ünvandadır. Nəysə, bizdən doğrular istəyirdi, bir getdi. 2. Web browserdə Sumqayıt sözü istinad göstəricisi kimi əks olunacaq. Bəli, Sumqayıt sözü istinad göstəricisi kimi əks olunur. Amma başa düşmədim. Hə, browserdə düz deyir də. Lokaldakı şəkildir, internetdəki şəkil deyil. Amma web browserdə deyir də, proqramda. Mən ağlım getdi internetdə sözünə. Düzdür, bu söz düzdür. Deməli nəsə 2 doğru. 3-ə baxaq. Nişanlanmış siyahıdan istifadə olunmuşdur. Nişanlanmış, xeyr, o el nömrələnmişdi. 3 səhvdir. Gəlin 1-dən 3 ataq. 1 getdi, 3 getdi, 1 getdi. Deməli 2-ni götürmüşük. 4-ə baxaq da 4-ü topandan sonra cavab aydındır. Web browserdə şəhər sözü kursiv, altdan xətt və qalın şriftlə əks olunacaq. Şəhəri sözü hanı? Burada. Deməli, sadəcə olaraq kursivdə yazılıbdır. Vəssalam. Bu nə deyir? Kursiv altdan xətt və qalın şriftlə xeyr. Bu da səhvdir. 4-də siləndən sonra cavablar A variantı. 5-dən 6-ya da elə belə baxaq. Web browserdə Bakı sözü altdan xətt və qalın şriftlə əks olunacaq. Bakı sözü qalın və altdan xətt bağlayıblar. Qalın da burada bağlayıblar. Yəni ki, bir dəqiqə yenə səhv elədim, diqqətsizlik. Nə mənada səhv elədim? Burada şəhəri sözü həm də qalındır. Çünki qalını burada açıb, burada da bağlayıb. Şəhəri sözü həm kursivdə, həm qalındır. Sadəcə olaraq altdan xətt çəkilməyib. Hə, Bakı sözü altdan xətt çəkilib, bəli, həm də qalın burada açılıb, burada bağlandığına görə Bakı sözü də eyni zamanda qalın olacaq. 6-ya da baxaq. İstinad info.jpg qrafik faylıdır. Bəli, info.jpg qrafik faylıdır. A variantı. Diqqətsizlik elədim, üzrlü sayın. 26. Nə istəyir? Yenə cədvəldir. Ölçüsünü müəyyən edin. 2 dənə sətr var. 1, 2, bu da 3. 2-nin 3-ə C variantı. C növbətiyə. Web səhifədən hansı cədvəl əks olunacaq? 2 dənə sətirdə 3 dənə sütun. O da B variantı. Baxın, TR. Birinci sətr, ikinci sətr. Bu da 1, 2, 3 sütunlarımız. 28. Web səhifəyə şəkil əlavə etmək üçün düzgün HTML kodunu müəyyən edin. Ayaqlarımda bir dənə səhv eləməmsə çıxmışdı qarşımıza. Deməli A variantı emgcc qayalar.png və qaya rəsmi sözüdür. Əgər şəkil yüklənməsində problem olarsa görsənəcək. Cavabınız A variantı. Tamamilə doğrudur. 29. HTML kod fraqmentinə əsasən doğru mülahizələri müəyyən edin. Deməli, cədvəl ümumilikdə 4 xanadan ibarət. Baxırsınız bura 1, 2 dənə sətr var. 1, 2, 3 dənə də sütun var. 2 vurulsun 3, 6 dənə bizdə xana var. Bizdən nələr istəyir? Doğrular. Deməli, 1 ilə işimiz yoxdur. Cədvəlin birinci sətrin ikinci sütunundakı, yəni bu yaş sözü 6 cizgili şriftlə yazılıb. Bəli, U təqinin içərisindədir, 6 cizgilidir. 2 doğrudur. Deməli, 2-ni götürəcəyik. Digərlərinə baxaq.
1-i götürmədik, düzdürmü biz? A variantı getdi, C variantı getdi. 2-ni götürəcəksə B də getdi. Bir dənə 3-ə və yaxud da 5-ə baxaq, cavabı götürək. Testin yarısı burdadır, yarısı orada adamı yorur. 3-ə baxaq. Cədvəl 2 sətr və 2 sütundan ibarətdir. Xeyr, 3 dənə sütun idi. Məsələn 3 səhvdir, cavabımız D variantı. 5-ə də baxaq. Cədvəl 2 sətr və 3 sütundan ibarətdir. Bu doğrudur. 30-cu yəqin ki, hansı cədvəl alındığını soruşur. Deməli 3 dənə sətrimiz var bizim. Sütunlarımıza baxaq. 1, 2, bu da 3. Bu da 3-ün 3-ə. Yox, 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 yox. Tələsdim mən də. Deməli 3 dənə sətrimiz var. 1, 2, 3, 1, 2, 3. Birinci və ikinci sətir. Üçüncü sətirdə isə 1, 2, 3 və 4. Üçüncü sətirdə 4 dənə sütun var. Cavabımız D variantı. Birinci və ikinci sətir 3 dənədir. Üçüncü sətir isə 4 dənə sütundan ibarətdir. Keçək 31-ə. HTML kod fraqmentinin nəticəsini müəyyən edin. Bu nədir? Sadəcə bir dənə sətr var, 3 dənə də sütun var da vəssalam. Bir sətr və 3 sütundan ibarət yaradılacaq B variantı. Bir sətirdən və 3 sütundan ibarət cədvəl yaradılacaq. Web səhifəyə əlavə olunmuş flower.jpg adlı qrafik faylın ölçülərinin hündürlüyünün 300 piksel və eninin 750 piksel ölçüdə olması üçün hansı tag yazılmalıdır? Deməli, emc.clc yazılacaq. Flower.jpg bizdən nə istəyirdi? Hündürlüyü 300 və nə deyir? Eni isə 750 piksel ölçüdə olması üçün. A variantı. A variantı ümumiyyətcə səhvdir. B variantı. Bunda bu yazılış səhvdir. Burası da səhv idi. Sonra fikir vermə. C variantı emc.clc şəkil yerində, hündürlük yerində. Ondan sonra en də yerində 750. Altın içərisi boşdur, yəni heç bir şey yoxdur. B variantı emc.clc bu şəkildə yazılmamalıdır. Emc hərf buradakı səhvdir. Cavabınız C variantı. 33. Nə deyir? Yanlış mülahizəni müəyyən edin. A variantı. Cədvəlin 4-cü sətr, 1-ci sütun elementi qırmızıdır. 1-ci sətr, 2-ci sətr, 3-cü sətr, bu da 4-cü sətr nə deyir? 1-ci sütun elementi qırmızı. 1-ci sütun C++'dır və font color red qırmızıdır. Bəli, bu doğru. O zaman keçək B variantına. Bizdə yanlış istəyir. Cədvəlin 3-cü sətr, yəni buradayıq. 2-ci sütun elementi qırmızıdır. 3-cü sətr, 2-ci sütun. 2-ci sütun sadəcə olaraq qalın şriftlə yazılıb. Vəssalam, başqa bir rəng falan yoxdur. Cavabınız B variantı. 34. HTML kod fraqmentinə əsasən web səhifədə əks olunacaq cədvəlin neçənci sətr və ya sətirlərində proqram adı qırmızı rəngdə yaradıcısı kursiv şriftlə yazılmışdır. Proqram adı qırmızı rəngdə, yaradıcısı isə kursiv şriftlə yazılmış olar və yaxud da yazılmışdır. Baxaq. A variantı 4-cü. Baxaq görək. Deməli 1, 2, 3, bu da 4-cü. 4-cü nə deyirdi? Cədvəlin neçənci sətr? Proqram adı qırmızı rəngdə, yaradıcısı kursiv şriftlə. Vəssalam, proqram adı C++, qırmızı rəngdə. Bu isə deməli yaradıcıdır mı? Bəli, ikinci sütunda yaradıcıdır. O da bölün nə bilim nə kimdir. Bu da doğrudur. Belə A variantı. Tamamilə doğrudur. Yəni bu sizin birinci sütununuzdur. Bu da sizin ikinci sütununuzdur. Yəni proqram adında C++ düşür, yaradıcısında isə bu şəxs düşür. A variantı. Qeyd etmədim. Bayaqki sualda bu. Red qırmızı, bu isə kursivdə yazılıbdır. Tamamilə doğrudur. 35. Yarısı burada, yarısı orada. Nəysə baxaq. Web səhifəyə cədvəl əlavə etmək üçün HTML kod yazılıb. Kodun icrasından sonra alınacaq cədvəl haqqındakı yanlış mülahizəni müəyyən edin. Bir dənə cədvəli baxaq, yadda saxlayaq, gedək. Variantlara görək nə var, nə yox.
2 sətirdir, 3 sütundur, sərhəddə də 2-dir. O birisləri yadımda saxlayamayacağam, baxıb qayıdarıq. Cədvəlin 2 sətri, 3 sütunu var. 2 sətri, 3 sütunu var. Bunu demişdik, doğrudur. Cədvəlin ikinci sətri, üçüncü sütun elementi kursiv şriftlə yazılıb. İkinci sətr, üçüncü sütun kursivinə yazılıb. Baxın görürsünüz, i kursivdədir. Gördünüz? Bizdən yanlış istəyir. C variantı. Cədvəlin ikinci sətri, birinci sütun elementi qalın şriftlə yazılıb. İkinci sətr, birinci sütun. İkinci sətr birinci idimi? Hə, ikinci sətr, birinci sütun. İkinci sətr buradır. 1, bu da 2. Birinci sütunda 1, 2, bu da 3. Birinci xəta idi. Hər hansısa bir qalın tek tətbiq olunmayıb. Olduğu kimi də qalacaq. Yəni yanlışdır. Cavabımız elə C variantı olacaq. 36. HTML kodu əsasən web səhifədə əks olunacaq cədvəl haqqında doğru fikirləri müəyyən edin. Baxaq görək. 1. Cədvəl 3 sətir, 3 sütundan ibarətdir. 1, 2, bu da 3. 1, 2, bu da 3. 1 doğru. Cədvəl 2 sətir, 3 sütundan ibarətdir. Da avtomatik olaraq bu səhvdir. Bir dənə 2-lər ataq. 3. Cədvəlin ikinci sətir, birinci sütununda Bakı sözü əks olunur. Və birinci sətir, ikinci sətir, üçüncü sətir. Birinci sütun, ikinci sütun, üçüncü sütun. Nə deyirdi? Bakı sözü. İkinci sətrin birinci sütununda Bakı, bəli, 3 doğrudur. 1, 3 doğrudur. O zaman 1, 4 ataq. Deməli 4-ə baxaq, cavab çıxır. Cədvəlin üçüncü sətir, birinci sütun elementi qalın şriftdə yazılıb. Ankara, bəli, qalın şriftdə yazılıbdır. Deməli. Üçüncü sətir, birinci sütun, bəli, qalın şriftdə yazılıbdır. Cavabımız onda nə olacaq? Y variantı. D variantını atdıq, getdi. Web səhifəyə istinad yerləşdirmək üçün istinad göstəricisi kimi qrafik fayldan istifadə olunan doğru HTML kod hansıdır? Üçüncü dəfədə deyəsən sual. Deməli, istinad var, göstərici səhvdir. Göstərici səhv yazılıbdır bu hissə. Burada EMC-si yoxdur. Burada hrefdə yazılıbdır. Y variantı A href, link yerində EMC, CLC bərabərdir. Məktəbim.jpg və tegdə A tegdə bağlanmışdır. Y variantı tamamilə doğrudur. 38. Nə deyir? Web səhifəyə şəkil əlavə etmək üçün HTML kodun yazılışında istifadə olunan atributlar hansı bənddə tam verilibdir? Baxaq bir dənə. Deməli, EMC-də CLC lazımdır bizə. Bu yerindədir. Sonra alt atributu var. Şəklin eni və hündürlüyü də var. 4 dənə atributdan istifadə olunur. O da hansı variantdadır? CLC alt, en və hündürlük də B variantında. 39. İnternetdə yerləşdirilmiş web səhifə istinad hansı bənddə doğru göstərilir? İnternetdə yerləşdirilmiş web səhifə. Deməli, E variantı. https informatik.az proqram təminatı sözünün üzərinə siz vuranda bu sayt açılmış olacaq. Y variantıdır. Bunların heç birində belə deyək də internetdə yerləşdirilmiş web səhifə deyil. Biri nəyəm lokaldakı şəkil deyil, biri nədir, HTML sənədidir və s. 40-cı sual. Web səhifəyə şəkil əlavə etmək üçün HTML kod hansı bənddə doğru verilir? Deməli, EMC, CRC bu nəyə iş görübdür? Bu getdi. Burada da deməli EMC yoxdur. C variantı EMC, CRC şəkil əlavə etmək üçün enini verib, hündürlüyünü verib, atribut da yerindədir. C variantı. D variantında CRC yox, Y variantında EMC href yazılıb, o da səhvdir. 41. Fikir versə, yəni sual yaratmaq olmur da, yəni olan budur. Ona görə biraz sıxıcıdır bu bölmə. 41.
Geniş deyil əslində, yəni abituriyent üçün olan məlumat azdır. Yəqin ki, bunun qəbulda da ən zəif uşaq belə səhv yazmaz deyə düşünürəm. Əzbərə dayanan bir şeydir. HTML kod fraqmentinə əsasən web səhifədə əks olunacaq cədvəldə Əhmədzadə selinin balı neçənci sətr və sütunda yerləşər? Əhmədzadə selin. Deməli, ikinci sətr və balı isə hardadır? Bal hardadır burada? 5-ci sütun. İkinci sətr 5-ci sütun. Y variantı. Baxın, bu bizim birinci sətrimizdir. Bu isə bizim ikinci sətrimizdir. Hə, deməli birinci sətirdə sadəcə olaraq addır, soyaddır, ata adıdır, sinifdir, baldır. İkinci sətirdə də ki, Selindir, Əhmədzadədir, soyadı yəni. Nicat atasının adıdır, 2A sinifidir, baldakı 90. Onsuz da bir dənə uşaq var burada yəni. Birinci sətr, bu da ikinci sətr. Baldakı ikinci sətrin 5-ci sütunundadır yəni. 90 bal. Y variantı 42. Bir də nə istəyir? HTML kod fraqmentinə əsasən doğru fikirləri seçin. Baxaq. Cədvəldə ümumilikdə 4 dənə sütun var. 1, 2, 3. Bir dənə sətrin içərisində sayırsız bəs. Səhvdir. 1 getdi, 1 getdi, 1 getdi. Avtomatik bir dənə biz deməli 5 doğrudur. 3-ə baxaq. 3-dən də söhbət aydın olsun. Deməli ümumi xanaların sayı 12-dir. Baxaq görək. Üstdən bizim sütunumuz var idi. Sətirlərə də baxaq. 1, 2, 3, bu da 4. 3 vurulsun 4, 4. Hə, 4. 3 vurulsun 4, 12. 12 dənə xanam var, bəli, doğrudur. 3 doğrudursa A variantı. 5-ə də elə belə baxaq. Ən bahalı malın qiyməti 120 AZN-dir. Bəli, qiymətlər bu 30-dur. Bu 15-dir, bu da 120-dir, ən bahası 120-dir. A variantı. 43-cü sualımız. HTML kod fraqmentinə əsasən doğru mülahizələri müəyyən edin. Birinci, cədvəl ümumilikdə 4 xanadan ibarətdir. Bizim deməli tr 1, bu da 2. 1, bu da 2 dənə sütunumuz var. 2 vurulsun 2, elədir 4 dənə xana. 1 doğrudur. 1 doğrudursa B-ni, Y-ni, C-ni ataq. Deməli ya A-dır ya D-dir. 2-yə də baxsaq cavab çıxır. Nişanlanmış siyahının ikinci elementi mövcuddur. Nişanlanmış siyahının ikinci elementi mövcuddur. Nişanlanmış siyahı heç burada yoxdur, axı yoxdur. Nömrələnmiş siyahıdır. Nəysə deməli 2 səhvdir. Onda cavabımız D variantı. Digərlərinə də baxaq. Üçüncü, nömrələnmiş siyahının elementlərindən biri qalın şriftlə yazılıbdır. Bəli, siyahıya gəlirik, baxaq ki, Nihat qalın şriftlə yazılıbdır. 3 doğru. 5-ə də baxaq bir dənə. Cədvəlin birinci sətrinin birinci sütunundakı mətn kursiv şriftlə yazılıb. Cədvəlin birinci sətrinin birinci sütunu. Birinci sətrin birinci sütunu ad, i teqin içərisindədir. Bəli, o da kursivdə yazılıbdır. Cavabımız C variantı. Belə 43 dənə sual idi. Bitirdik. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi, bəyəndinizsə təbii ki, yəni unutmayın. Bu bölmə yəni yəqin ki, hamıda düz olacaq. Videonun izlənmə sayından da, bundan əvvəlki videonun izlənmə sayından da baxanda bilinir ki, yəni ehtiyat yoxdur burada nəyisə izaha. Oxuyursunuz, sadəcə olaraq gəlib test-tez işləyirsiniz, bu qədər. Riyazi nəsə bir hesablama yox, bir şey yox. Belə, deməli, demin də 2025 test toplusundan yekunlaşdıq bütün sualların izahına. Ümid edirəm hər biriniz üçün bacardığım qədər, belə deyim, anlaşılan formada izah edə bildim. Təbii ki, izah hər kəs üçün 100% anlaşılan ola bilməz. Yəni burada beləsinə deyək də. Cədvəlini tutalım ki, deyirəm nə bilim sütunu saymaq üçün baxıram bir dənə terin içərisindəki TH və yaxud da nə bilim Python-da hansısa bir
məsəl üçün də funksiyanın izahını falan. Mən bunları burada desəm, təbii ki, vaxt gedəcək. O alınmaz. Ona görə də bəzən olur mənfi rəylər gəlir ki, ancaq özünüz başa düşdüyünüz kimi izah eləmisiniz, amma eləsinə deyil də, yəni dərs diqqətlə oxumusunuzsa, buradakı izah tam olaraq uyğundur hər birinizə. Dərsi oxuyub öyrənmisinizsə. Yəni burada durub dərsi keçmək kimi bir məqsəd yoxdur və eləsinə də olmamalı da. Sən tutalım ki, indi burdan inşallah ki, səhviniz yoxdur, inanmıram ki, ola. Tək bu videoların sayı, bu HTML-in sayı az olsun. Başa düşək ki, hamısını rahat şəkildə yazmısınız. Birinciden elə başa düşdüm. Hə, amma məsəl üçün, nə bilim, say sistemidir, Python alqoritmidir, hər hansısa bir hesablamalı sual varsa, bunun siz həll edə bilməmisinizsə, gəlib texnikasına, yoluna baxa bilərsiniz və yaxud da uzun yolla getmisinizsə, gəlib qısa yoluna baxa bilərsiniz. Məncə, yəni əksəriyyətin qısa yollarından izah eləmişəm. Beləsinə. Yəni əsas məqsəd budur. Belə. Biraz çox danışdım deyəsən axırda. Bir neçə dəqiqə oldu. 41 dəqiqə. Nəysə, çox vaxtınızı almayayım. İnşallah imtahanda da hər birinizə uğurlar. Bundan sonra da ki, tək-tək bir dənə, yəni sual izahlarda çalışacağım tez-tez olsun. Sınav izahları da yəqin ki olacaq. Qrupumuzda ödənişli sınaqlar təbii ki olacaq. Onların izahları ancaq həmin şəxslər üçün olacaq, o heç. Amma belə OTK və yaxud da güvən və yaxud da hansısa bir kurs, nəsə sınaq keçirərsə əgər, onların da çalışacağım izahları vaxtında yerləşdirim. Belə hələlik.